sağ ol, çok var ol, öpürəm. Bu Hüseyin Bozalğanlı ilə şəhərdə Ələs sazı götürürlər, deyirlər gedək bir özgə mahalda sağır eləyək. Tanıyan yerlərdə deyir, çox dolandı, fırlandı, şəfayətdir, bəsdir. İndi bu Sambaranın yoxuşu qalxırlar, orada örüş adlı. Hüseyin Bozalğanlı qabaqsan yeriyir, şəhərdə Ələs bunun arxasıdır. Bir de arkadan Ələs diye şəhər Hüseyin, özgə bir yerə gedilir. Orada da səni tanıyan var deməli. Orada saz götürüb köhləyib, qalxıb çalsağın eləyəndə mütləq bir soruşmalı ki, usta hansınız, şahid hansınız? Mən deyəcəyim, usta mənəm, şahid bu qoca kişidir, bu mən ölüm üstün vurma. Bir de cınarın arxasında belə baxır, görür ki, həm geyimi yaxşıdır, həm də sazda göksün salır, yaxşı salır. Deyirə, Ələs, mən səni şəhərdir, o şəhərdir, nə fırıldağın var filardır. Bunlar dağın döşü qalxıb yenirlər, bunların qabağına bir soban çıxır, bir uşaq qabağında. Soruşur Süheyb bala, burada yaxın şəhət var, deyir, hə, bu deyirsə, belə qalxmışsan bir şəhətdir. Hə, orada çayısı var, dedi, hə, kəndin əvvəldə bir təhqam gözlənir. 2 binalı çayısının adı Seyiddir. Oradır. Bunlar gedirlər, dedir ki, Seyid gəlir bunların qabağına, sazını alır, bunlar da getirlər, əyləşirlər stoldan, bunların sazlarını asır difarar. Bir axsaqqal kişi qapıdan keçir, yaxşı geyim, yaxşı papaq başmaq, bunlar saat təşkilat. Keçirsə, şərəf gedir, başqa stolda əyləşir. Üçün olsun, aşır Əsədullah xanı. Nə bunları tanıyır, nə o Hüseyin Bozalğanını tanıyır. Belə başın qaldırında görür, difardan işi saz asılır. Belə Seyid, bu sazlar kimindir, deyir, o cavan oğlanlar o axsaqqal kimindir. Deyir, bunlara deyilən sazlarını götürsünlər, şöhləsinlər. Dursunlar 5-5-4-4 qulaqlarımız da gəlir. Həm bunlara yaxşı olar, həm də cəmaatımız qulaq asar. Tez Ələs qalxır, Hüseyin Bozalğanın da sazı köhlüyür, verir əlinə öz sazında. Köhlüyür, bir də qalxır, durur vəsətdə. Bu axsaqqal deyir ki, mənə de görüm, şair hansınız, usta hansınız? Tez Ələs deyir ki, usta mənəm, şair bu qoca kişidir. Deyir, onda para çıxardı, bu axsaqqallığa sən bir cavan adam. Deyir, hə, bu yazacam qoyuna gelirdi, baxdım, gördüm, hafız əhsadı yaxşıdır, özümə şəhətlərə götürmüşəm, özünə əmimdir. Hə, yaxşı deyil, bir 5'lik daranqanın üstündə göndər, desək, bunların haqqıdır, zakazlarıdır. Aşıq deyir, bu Hüseyin Bozalğanı da yerdən deyir, Allah, beni ilə gidiyorsun, ustalıqla şəhətlik indidən bilirsin. Deyir, hə, ustad, mənə bir hava oxuyırsan, qafiyəsi bir qapıdan söyləsinsin, cığası da bir qapıdan. Ələs başını düşür yerə, Hüseyin Bozalğanı deyir, Ələs, yerə baxırsan, deyir, bunu oğlu özün. Mənə deyir, bir qəhrəmanlı oxu, bir sarıqet oxu, bir cəliyli oxu. Mənə deyir, bir hava oxu, qafiyəsi bir qapıdan söyləsinsin, cığası da bir qapıdan. Deyir, ona deyir, şəhərdim oxsa olar mı? Deyir, usta, mən çayı seziyəm, şəhərdim oxsa olar mı? Deyir, sən oxu, kim oxuyur, oxusun, ancaq mənə çatan çatsın. Qalxır bir təzliz. Körün söylü gözəllərin xasını, qasidin əlində nə məlum olar? Qarşıda nə məlum, hicran səhtin nə məlum, xoruyət, övün yıxılsın, yurdun olsun nə məlum? Hübbət. Bir eyvan ofaqda sürəm safasın, ağ dərsinəsindən axırından əlim var. Nə məlum olar? Yaxşı olar gözəllərin halalı, qəvvas təşər dəryalardan halalı, silver gözdən halalı, gözəlin beybapası canımı hələ alı, qədrimi olan qismət eylə halalı, haramdan dövlətin nə malım var? Gəlir əyləşir, yenə Ələs sazı götür qalxır ortaya. Bir çox sağ ol, bu şəhərdin çox gözəl oxudur, yaxşı məzaddır. Bir də 5'lik göndərir. Deyildi, mənə bir hava oxuyetsən, cığası da, qafiyəsi də, ikisi bir qapıda söyləsin. Ged Ələs başını düşür yerə, Hüseyin Bozalğanı deyir, Ələs yenə nə yerə başdır? Deyir, bunun oğlu özür, mən 2 qapı deyir, bir qapı deyir. Deyir,
deyilən şəhədim olsalarmı? Hüseyin Bozalqanlı qalxır. Aşım Hüseynəm dərdim yetdi biruzə, zam verərəm zaran gəlsə biruzə. Qarşıda biruzə, ördək göldə birizə, naşı bağbanı qoyma bağa, bir sındıra biruzə. Nitmədən qarışdırır, axır verər buruzə, nə fitnəs kəsər, nə məlum olar. Gözler görmemişəm, ona gözdü Allah, Allah. Qar əllərə hərarətli, oddur, közdür, Allah, Allah. Dileyliyəm yaradından, düşün mələk qanadından, o gözlərin inadından özüm bezdir, Allah, Allah. O tayda Mülkülü Şair Həsən kesir bir məclisə görür bir aşıq oxuyurur da. Söz, söhbət, ədəbiyyat yerində bal kimi. Sabah o qədər səsli, səmirsiz başına qulaq asırdı, soruşma bilmiş ki, bu aşıq kimdir, haralıdır, Allah şükür, mən tanıyım sizi, Rətibat gəldinlər. Başqa yerlərdə bu söz söhbət ola bilər. Çölə keçəndə aşığı yandı məclis tamam olur da, başa satır. Gedir o Şair Həsən aşığı yandıyır, aşıq çox gözəl oldu, mal ləzzət verdi. Sən kimsən, halalsan, bir məlumat verdi, mən Cənubi Azərbaycandanam, Üçkəndi kəndindən adım da Hüseyin Cavandır. Çox gözəl deyil, aşıq. Ola səhər gün ortaya indi yorğunsan, mənə qonaq olasan, körümüz keçən yerdə bir yiyəcək. Baxın Hüseyin vəziyyətə deyir, ay Şair Həsən, mənim özümün toyun zadım var bir həftəlik, biraz işim zadım var, unvanlı mənə ver, bir həftədən sələdi işlər deyir, görün, başa çatdırıb, gəlib bir qapını döyərəm, çıxarıb, gönlümüz yetindir, kesən yerdə oxuyarsa, burada nə var ki? Bu Hüseyin Cavanın başı qarışır məclislərə, biraz da xəstələnir, axsaqqal kişi. 8 ay, 9 ay sözü söhbət üstündə keçir. Deyirəm, mən bu Həsənə söz vermişdim, bir həftəyə gələm, ayıb olsun, 8 ay, 9 ay sözü söhbət üstündə keçir. Gəlir bunların qapısını döyür. Həsən də evi işi zara gətirmişim şeylə, buyur Hüseyin Cavan gələ, səhər Hüseyin Cavan. Ev adamından biri qapını asır, görür bir axsaqqal kişi, başı dumaq baqqar. Belə Həsən evdənmi deyəndə çöl qapı ilə ev qapının məsafəti azdır bir-birinə. Həsən eşidir, deyir, kimdir? Bir axsaqqal kişidir, səni soruşur. Deyir ki, işlər. Keçib gələndə görür Hüseyin Cavandır. Bunlar uzaqlaşırlar, öpüşürlər, görüşürlər, Hüseyin nə var, nə yox, balalar yaxşı mı? Məsəl söz vermişdir, Hasandan deyir, yolunu güdür. Belə söz söhbət olar, şair aşıq bir-birinə belə məlumat verər, belə söz verər, belə olan iş deyil. Bunun adı Hüseyin çağıranda
evde bu kadın vardı. Görüşür Hüseyin Cavan dedi, bu aksaqqal kişidir. Deyirə, Həsən müəllim, neylisən bu? Mən Hüseyin Cavan deyirdim, elə bilirdim biz cavan adamdır. Bu aksaqqal kişini biz neyildir? Olardı bir cavanı tavuk getiriydim. Deyəndə bu söz Hüseyin Cavan xəfidə deyil, Həsənə deyişə, Həsən bu qadının adı nədir? Deyir, qadının adı Xalidə. Deyir, Xalidə can alan qara qaşların qəlbimi elə ki çaldı, sanki ilandı. Dilindən eşitdim qoza şəlməsin, alışdı bədənim, ciyərim yandı. Sən cavansan, qadağa ver dilinə, xanım bu şəlmə yaraşmırsan tək gəlinə. Düşərsən mənim kimi dəhbilən qoca əlinə, görəsən qocalar nə mehribanı. Zalımın qız deyir, zamandan ağzım dadım nə bilir. Sür sözü verməmiş gün ortaya dönür. O qozalar o qısının arasına görə, Nərman əmmim kimi, o çəlikdən yapışır, deyir, buraqda getməliyim. Bəht yapışır da neynəsin? Canlı qədir bilir. Elə aksaqqallar da işinə hələ çəliyini möhkəm tutmuş kimi də işinə möhtəbərdir. Nesəmizə ilimdir, saqqalım ağdır, qozalıq hamının sinəsində dağdır. Zaman Hüseynəm, ürəyim də sağdır, sənətim şeirim əbədi qalandır.